Bugün Qusar rayon icra hakimiyyətində yerli icra hakimiyyətləri haqqında əsasnamənin 3.1.4-cü bəndinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən yerli özünü idarəetmə qurumu olan bələdiyyələrlə qarşılıqlı fəaliyyəti təmin etmək üçün Xaçmaz Regional Ədliyyə İdarəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə treninq keçirilib. Qusar rayon icra hakimiyyətinin başçısı treninqin açılışını edərək yeni seçilən bələdiyyə sədrlərini təbrik edib, onlara işlərində uğurlar arzu edib. Möhtərəm cənab prezidentimizin sərəncamı ilə ölkə üzrə sonuncu bələdiyyə seçkilərindən sonra bundan öncəki seçkilərdən əvvəl 4 ilin nəticəsinə görə son 2 ildə müəyyən araşdırmalar aparılıb və araşdırmaların nəticəsinə görə bələdiyyələrin fəaliyyətlərinin xüsusiyyətlərini nəzərə alaraq, bunların gördükləri işlərin nəticəsini nəzərə alaraq belə qərar qəbul olunmuş və cənab prezident də bu qərarı qəbul etmişdir ki, əhalisi 3000-dən yuxarı olan və təsərrüfat sayı 1000-dən yuxarı olan bələdiyyələr birləşdirilsin və ümumi bir formada bu funksiyanı həyata keçirsinlər. İlk baxışdan çətin ola bilən bir məsələ görünür və çətin olan bir problem görünür. Ancaq hesab edirəm ki, süni intellekt dövründə, IT texnologiyaların inkişaf etdiyi bu dövrdə bu çox qəbul edilən bir şeydir. Çox da gözəl bir sənətdir. Və bizim də rayonumuzda 29 bələdiyyədən 10 bələdiyyə müvafiq kriteriyalar uyğun olaraq qaldı. Yəni 3000 əhalisi olan və təsərrüfat təsərrüfatların sayı 1000 nəfər olan qurumları birləşdirərək 10 bələdiyyə yaratdı. Bir daha mən ürəkdən bizim seçilən bələdiyyə rəhbərlərimizi təbrik edirəm. Onların kollektivini təbrik edirəm. Və çox böyük əminliklə hesab edirəm ki, seçilmiş bu bələdiyyə üzvləri xalqa, cəmaata, yerləşdikləri ərazi və dairə üzrə öz funksiyaları çərçivəsində qanuna müvafiq tədbirlər görəcəklər və cəmaatımızın, xalqımızın, əhalimizin yaranan problemlərini özlərinin resursları çərçivəsində həll etməyi başaracaqlar. Treninqdə Qusar rayon icra hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin rəis müavini Əvəz Bədəlov, o cümlədən inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr də iştirak ediblər. İştirakçılar yerli özünü idarə etmənin mahiyyətinə uyğun olaraq yerli əhali ilə sıx təmasın təşkili, bələdiyyələrin fəaliyyəti barədə əhalinin mütəmadi məlumatlandırılmasının əhəmiyyətini qeyd ediblər. İcra başçısı olaraq sizlə ancaq qanun dilində danışacağım və qanunun mənə verdiyi səlahiyyətlər daxilində məsələlərin müzakirəsinə nail olacağım. Məqsədim mənim bələdiyyələrin əhali qarşısında, cəmiyyət qarşısında hörmətini qaldırmaq, onun əsl fəaliyyətinin nədən ibarət olduğunu sübut eləməkdir. Buna əmin ola bilərsiniz. Rəqəmlərlə işləyəcəm və gördüyünüz fəaliyyəti rəqəmlərlə müəyyən edib, sizə heç bir təsir göstərmədən, sizə heç bir söz demədən mən öz işimi bələdiyyələrlə iş mərkəzi ilə və onun respublikada, bizim Xaçmazda yerləşən qurumumuzla müzakirə edəcəm. Bütün məsələləriniz hamısı bələdiyyələr, bunu mənim sizə tövsiyəmdir. Kəndin ağsaqqalları ilə, ictimai əsaslarla qrup yaradan, ifrat dərəcədə yoxsul yaşayan insanlara yardımcı olun. Onların tələblərini yerinə yetirin, onların xahişlərini yerinə yetirin və yadınızda saxlayın. Pis adam olmur. Pis insanı cəmiyyət yetişdirir. Onun düşdüyü mühit yetişdirir, onun yetişdiyi narazılıqlar yetişdirir. Mən 60-dan yuxarı kəndlərdə olmuşam. Və bu cümlə bu prosesi davam elətdirirəm. Böyük əksəriyyətiniz bilirsiniz ki, mənim ilk sualım böyük vaxt, çox vaxtı danılır.
böyük əksəriyyətdə yalnız sorğun bələdiyyələrdəndir. Yığdığınız vəsait nədir? Qoyduğunuz proqram nədir? Tutduğunuz proqramlaşdırma nədir? Və kəndlərə gördüyünüz işlər nədir? Bələdiyyələrin statusu haqqında qanunun 4-cü maddəsində, səhv eləmirəmsə, 4-cü maddəsində bələdiyyələrin hansı istiqamətdə vəsaitlərin xərclənməsi çox geniş şəkildə öz funksiyaları göstərilir. Bu cümlədən sosial vəziyyət, idman, incəsənət, bizim hamımızın yola düşəcəyimiz qəbirstanlıqlar, klublar olsun, kitabxanalar olsun, yollar olsun, arsan quyular olsun və s. Bunlar hamısı sizin bizə yardım göstərə biləcəyiniz bir fəaliyyətlə formalaşmalıdır. Treninqdə bələdiyyə büdcəsinin formalaşdırılması, əmək qanunvericiliyi, bələdiyyə əmlakının idarə edilməsi, onların fəaliyyəti zamanı yol verilən hüquq pozmalar, bələdiyyələrin ümumi fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. Feyruz Qayıtmazov, F Production, Qusar.